Selamünaleyküm, hardayam, Qobu, Lökbatan yoldayam. 25.000 manat, bəli. 25.000 verirsən, sənə bir dənə yox ev verirəm. Evdə yoxdur. Mətbəx mebelinə bax. Mətbəx mebelindən oradakı şkafa deyir 4.000 pul vermişəm, indi özü deyir. Baxın. Deyir, hər şeyin deyir yaxşısından istifadə eləmişəm. 400 manat verən olsa divanda qalır. Yəni evdə deyir nə istəyir saxlayır. Bax burada nə qədər əşya var, hamısı qalır. Bax, yataq dəsti, mebeli, hamısı qalır. Alıb rahatlıqla kirayə verə bilərsən. Kombin radiatorlar da var, kombin özü də var. Evdə yoxdur da, yəni. Kredit də ala bilərsən. Bax 25.000 verəcəksən, evin ümumi məbləği düşəcək sənə 38.000 manata. Bax qiymətinə görə təmiz səliqəli evdir. Həyətini də göstərəcəm sizə. Nəğdə amma 35.700 manata. Nə verirlər heç sən? Burada da bir dənə Detsko otağıdır. Deyir istəyən olsa bunlar ikisini də saxlaya bilərəm, pulunu verən olsa. Yəni deyir razılaşaram da, nə istəyir yoluna qoymaq olar. Yəni bu qaz, işıq, su hal-hazırda istifadə olunur. Burada ayrıca şkafdır. Baxın, paltar şkafı. Yəni hamısının üzərinə bax, asma tavanına qədər vurulub yuxarısına. Yəni buradan gəldi, həyəti də səliqəlidir. Baxın, təmiz səliqəli bax. Bax qatıdır, normal. Yerini elə tam etini deyir nə qədər. Opsiyon deyir çox pulum çıxıb, amma deyir də su filtrinə deyir 1000 manat pul vermişəm. O da qalacaq içərisində. Yəni qiymətə görə ideal qiymətdir. Kreditlə də ala bilərsən, nəqd ala bilərsən. Yəni bu qiymətə görə gözəl variantdır. Üstü də paketdir ya, düz deyil. Yəni əlaqə saxlayın. O normal variantdır. Qalası ev deyil. Sağ olun.